Fəridəddin Əttar Məntiqə Teyr əsərində maraqlı bir mövzuya toxunur. Deyir ki, bir gün quşlar hamısı toplaşdılar. Dedilər ki, gəlin özümüzə bir hökmdar seçək. Hər bir quş öz hökmdarlığını irəli çəkdi, irəli sürdü. Və hökmdar olmasına da səbəblər göstərdi ki, mən filan imtiyazın sahibiyəm, ona görə də hökmdar mən olmalıyam. Belə mübahisənin qızğın yerində hüdhüd quşu gəldi. Bizim bu şənab. Bu hüdhüd quşu gəldi. Çox maraqlıdır ki, Fəridəddin Əttar da onu boş yerə seçməyib də hüdhüd quşunu. Əslində hüdhüd quşu Süleyman Peyğəmbərin xəbərçisidir. Yəni Allah Taala Quranda deyir ki, o Səba kraliçası Bilqeyis xanımdan Süleyman Peyğəmbərə xəbər gətirmişdi. Yəni onu xüsusi olaraq seçir də Fəridəddin Əttar. Deyir ki, bu hüdhüd quşu deyir ki, bəs bizim əslində özümüzün bir hökmdarımız var da. O Simurq quşudur, Qaf dağındadır. Gedək onun hüzuruna. Bu quşlar hərəsi bir bəhanə gətirir. Məsələn, bülbül deyir ki, mənim gülə olan eşqim mənə imkan vermir mən gedim. Mən ondan ayrı yaşaya bilmirəm. Tutuşu deyir ki, bəs mən əbədi həyatı seçirəm özüm üçün. Ördək deyir, mən sudan kənar yaşaya bilmərəm. Hər bir quş özü bir bəhanə gətirir getməmək üçün də fikirləşir ki, Qaf dağı çox uzaqdadır, çox uca bir dağdır. Biz ora gedib necə çıxa bilərik? Hər bir bəhanə gətirir. Bu hüdhüd quşu bunlara başlayır hər birinə izah eləmək ki, bu bağlardan qırılmaq lazımdır, qopmaq lazımdır. Bunlar yola düşürlər. Bunlar gəlir bir qədər gedəndən sonra bir hissəsi küləyə dözə bilmir, dayanır. Bir hissəsi yağışa düşür, dayanır. Bir hissəsi dənizlərin üstündən gedə bilmir, dayanır. Bir hissəsi çovğunda dayanır. Bir hissəsi gəlir, çox belə gözəl çəmənlik görür, bağ-bağat görür, dayanır. Bir hissəsi yaxşı qida görür, dayanır. Belə axırda Qaf dağının zirvəsinə 30 quş çatır. Bu 30 quş gəlirlər Qaf dağının zirvəsində, görürlər bir mağara var. Girürlər içəri, görürlər ki, bir güzgüdür, bir pərdədir. Görürlər pərdənin arxasında güzgü var. Güzgüdə bu 30 quş özünü görür. O Si-30-a deyirlər, Morq quşa deyirlər. Simurq 30 quş deməkdir. Yəni ora 30 quş özünü təmizləmiş, bütün hadisələr girdabından keçmiş, bütün bağlılıqlardan qurtarmış. Yəni bunların hər birinin ayağını bir bağ. Məsələn, yolda qalanların nəyin hesabına dayandılar da? Yəni onlar həqiqi hökmlara çata biləcək maneələrlə qarşılaşırdılar. Maneələr bəzilərini saxlaya bilirdi. Ayağından yapışırdı, qanadından yapışırdı, qolundan yapışırdı. Birini yemək azdırdı. Birini gözəl bağ-bağat azdırdı. Birini hadisələr çovğunu azdırdı. Birini xəstəlik saxladı. Hərəsini bir dənə bağ saxladı. Amma axıra kimlər getdi çatdı? Özünü bütün bu bağlardan azad eləmiş, özünü təmizləmiş və bunlar hamısı bu sınaqlar, bu mərhələlər təmizləndikcə bu saflaşdılar. O saflaşandan sonra o yaradanını özündə gördü. Fəridəddin Əttar deyir ki, sən bu bağlardan təmizlənəndən sonra nəticədə sən öz varlıq gücündə o Allahı görəcəksən. Yəni Allahı da artıq kənarda axtarmağa ehtiyac qalmayacaq. Sən özündə onu axtardıqca, yəni hadisələr girdabına o hökmdarı axtarmaq məqsədi ilə bunlardan özünü təmizləməyə çalışsan, təciz eləməyə çalışsan, o zaman özünü orada görəcəksən. Bizim